Hamınıza salam. Bugün sizlərlə birlikdə Brawl Stars oynayacağıq. Yəni 4-5 aydır ki, kanala video atmırdım, amma indi atma fikrinə düşdüm. Yəni gördüyünüz qədərlə həm profildən bir hiperşarj kostümü, üstəlik ana ekranda olan Edgar'ın hiperşarj kostümü və hesabımda olan 61 dənə karakter, onların da neçə dənə max karakter olması, 3, 6, 9, 10 dənə max karakterimiz var. Bugün indi bir karakterlərimizlə oynayıb hansından qazanıb, hansından qazanmayacağımıza baxacağıq. İndi mən onunla Nita'nı açmışam. Buradan kostümlərdən sadəcə bir dənə Dusty Nita'mız var. Yəni bir də onu deyim ki, bu hiper şarj kostümünü heç də xoşlamadım. Yəni düzün deyim. Niyə xoşlamadım? Xoşlamamağımın səbəbi odur ki, çox sadə durur. Eğitim alanında bir dənə göstərəcəm. Yəni hiperşarj kostümü olmağına rağmen çox sadə durur. Elə bilsən destansı kostümdür. Effektinin heç əlaqəsi yoxdur. Nədənsə Wi-Fi donur. Belə yaşlı effekt atır. Ultisi budur. Yəni ultisinin həm sadə olması, həm belə effektlərinin olması, üstəlik də öz kostümünün tasarlanması elə də yaxşıdır. Deyim yaxşıdır. Niyə? Çünki məsələn bu normaldır. Hiperşarj basanda elə də çox heçələnmir. Ultimatım heçələndi. Yaxşı olmağına yaxşıdır. Amma çox sadə qalıbdı. Yəni ona görə bu kostümü elə də çox xoşlamadım. Məsələn tutaq ki, burada Edgar'ın da hiperşarj kostümü var. Bu məsələn Karamelek Edgar'ın obisi kostüm seçeneklərindəndir. Yəni bunu ancaq Melek Saradesindən çıxartmaq olur. Yəni indi buna baxan Dusty Nita'ya baxanda daha yaxşıdır. Gecənin hükümdarı Edgar. Atlama effekti belədir. Həqiqətən də xoşlayıram. Hiperşarj basanda qanatlar asır, bu bilinir. Üstəlik də qanatla tullanıb ətrafında böyük bir alan göstərir. Üstəlik öldürmə effekti belə var. Dusty Nita'da öldürmə effekti var idi, yox. Səhv eləmirəmsə olmamalıydı. Məsələn tullanıram da. Qanatlarımı havada açır və vuruş effektləri var, öldürmə effekti var. Vuruş effekti qanadına vurur. Yəni bu belə baxanda yaxşı hiperşarj kostümüdür. Mortis'in hiperşarj kostümü yoxdur, çıxardamamışam. İndi İndərliyə gəlib. Shelly'min kupadadır, hiperşarjını almamışım. Bu arada squat bastı Shelly'miz var. Supercell ayda bağlayanlar. Eğer şey yoxsa keçib ala bilərsiniz. Mən də squat bastı Shelly'lə bir dənə oynayacağım. Baş aşağıda. Oynayacağım, sonra məsələn şeydə keçə bilərik. 1-1 obis karakteri. Bir anda oyunum dondu. Hatta yenə donur. Bunun səbəbi nədir bilmirəm. İndi oyuna da hələ sonradan girdim. Bu arada 1200 kupadadır şeyli. Və 1200 kupadan düşməsini istəmirəm. Çəkildim bir dənə. Ruffs da bizə girişir. Yəni həqiqətən mənə öldürə biləcəksən Ruffs. Yox. Belki de öldürürlər, amma mənim fikrimcə yox. Amma onu deyim, oyun qutarandan sonra Ruffs'ı babat öldürəcəm. Olsa mən öldürməmişdən qabaq Ziggy öldürdüm. Yaxşıdır.
Ultimiz var. Aksesuarımız da oldu. Bir tane yükümüz var hele ki. Esas o da eksi kupa yemeği. Bunun da ultisi var. Zig öldü. Yaxşıdır. Minanı öldürək. Daş güçlər alım ki. Öldürə bilərdim, öldürə bilərdim. O da Mina həqiqətən də yaxşı və güclü karakterlərdən biridir. 1261 kupa oldu. Yaşay. Yəni sadəcə burada bir şey xoşlamadım ki, alaşağına apardılar. Ya artıq adam öldürəndə kupa vermir. Yeni etkinlik gəlib. Mr. P'nin spor kostümünü almaq. Bu da yaxşıdır. Yəni həm də belə bir saçmalıq var ki, Shelly ilə girdim, gərək ya 5-ci aşamaya kimi gələm ya da öləm ki, aşama qutarsın. Bu da biraz can sıxıcıdır. İndi keçək Nita'ya. Nita'nı tek hesaplaşmada oynayacağım. Harita olsa farklıdır. Yani harita şimdi. Yaxşıdır, indi oynaya bilər. İndi gələ bir Lily var burada. Lily'ye heç girişməyəcəm. Olsun Nita'mız 6 səviyyədir. Kutunu belə zorla alırıq. Change bir daha mənə yaxınlaşmasın. Yaxınlaşsa öldürə bilər. Nara səviyyəmiz aşağıdır. Colt var. Agri Azərbaycanlıdır. Rolking. İşte eğer bu videoya baksansa nara tez öldürmeliyim. O Algireydi sen öldürdü. Neyse artı bir kupa aldık. İndi Colt'a çıktı. Colt'la dedim çünkü korsan Colt var. Bir korsan Colt'la olacak da. Biraz Colt'tan oynayaq. Grif gəlib, parçalı kostümü gəlib. Nesindən başlayaq. Cordelius həqiqətən də yəni karakter xoşdurumda. Çox bomba karakter. Hələ o aksesuarı dəhşət də. Dəhşət. Sadəcə Cordelius'u məsələn uzaqdan öldürə bilərəm. Yaxına Cordelius'a girsəm mən CC yəsidir. Camın təhlif öldü. Rico. Önüme girifsin lan. Burada Piper var. Colt'a elə bir buff gəlib. Piper'ın vurdu mərmilər babdı. Piper'a ulti girərəm. Girim elə. Mermi menzilim satmır. Piper Ricon'u vur. Ricon'u vur öldür. Rico vuracağız. Piper ne kadar bottu. Ondan sonra öldür. Ondan sonra öldür. Ha öldürdün lan. Öldürdün lan indi. Öldürdün lan. Rico ömrüme girdi. Sen ömrüme girdin. Of. Piper kaçtı. Nasıl altıncı. Of çok kritik yerdeyim lan ha. Cordelius gelir. Cordelius'a girərəm. Girişərəm. Cordelius ulti atma. Ulti at kaça. Ulti atlanamam. Vaa. Rico'nu vurup öldüreceğim bir daha. Vay. O Rico'ya neter dayanmadı. O mermi Rico'ya desi olmuş diye. Neyse gene de eksi kupayı yemrik.
Ne oynayayım indi? İndirlerden mesela. Hmm. Dynamax falan derdi. Ne şey. Bul da min kupada da bununla girmek istemiyorum. Biz bilen Brock'la girək. Kostüm. Brock'a heç nə almamışam da. Nə deyim bir dənə şey alım. Aksesuar alım, nə bir dənə əşya. Olsa yıldız gücünü hələ gəlməm ki. Neyse bir dənə də Brock'la masa girək. Yəni, dediyim kimi 61 dənə karakterim var. Çoxsu 10 dənə karakterim 1000 kupadır. Geriyə qalır 51. Onun da aşağısı ya çoxsu düşük kupadadır. Arkadaşlarımla orta kupalarda zaten. İndi oyuna başladık. Başladık Brawl Stars. Aldım. İndi mesela bundan sonra artık davamlı video atmak istiyorum ki baxasınız. Edgar var ama səviyyəm mesela onun aşağıdır. Vur öldür bunu. Aha Darren'sını atladı salak. Yaşa. Bir tane Brock orada. Tutmadı o tutmadı. Aha Ziggy öldürdü. Daman oyuncuları Ziggy'ye veya Edgar'a verersiz öyle. Tabii ki. Ziggy taramalı modunu açtı. Taramalı modunu açtı. Ziggy ultisini dozladım. Aha. Ziggy'nin ultisi həqiqətən də yaxşıdır. Amma Ziggy'nin özü güclü karakter deyil. Elə də güclü karakter demir. Aksesuar mı olsa kasmışdım ya. Tullanma aksesuarı. Neyse. Üçüncü kupa yeri olur. 6 kupa aldı. Şu anda yeni değil. Hiçbir yeni şey de gelmiyor. Dustin'i tam dediğim kimi kostüm seçenekler gəlibdi. Mərzan bal həqiqətən də çox qəşəng kostümdür. Bir de burada dediğim kostümler falan filan. Bırak geçsin. İndi. Brawl Pass kostümünü de hiç hoşlamadım. Yani ağlımdan keçirdi ki Brawl Pass alamam bu videoda ama sonra dedim ki yok. Çünkü kostümü həqiqətən də elə də yaxşı deyil. İndi mən nə Lumi oynayası karakter deyiləm. Lumi oynamam. Lumi karakter. Ne bileyim, elə də çox həm də metada deyil də. Enderlerden başka has karakter inceleyebilirim. Bir tane Rosa ile inceleyelim. Oo, Poco ile inceleyelim. Poco 9 seviyede. Ama hakikaten çok az hasar vururdu. Adam gıcık eləyir. Poco oynamından o oynayayım bakım. Bu arada hakikaten video atmamamın sebebi həvəsdən düşməm. Ben mesela video atıram. Ona 2 veya 3 nəfər baxır. 2 və 3'ün baxmasını istəyim. Byron'u burada öldürebilir. Byron da destekdə az hasar vurur. Biçim dağıldı. Of. Byron öldürdü. Byron öldür. Edgar. Edgar. Qara baxsan. Byron'u bir də girsəm öldürəsiyemi. Can bastı eşek. İşte mən botduq. Sinirlərində nədənsə bot oynayıram. Bir də nədənsə Poco'ya heç kostüm yoxdur. Oyunda ikinci yer yox, üçüncü yer çıxartdım karakter olan Poco kostümsüzdür. Yani ne diye təzədən girək. Ama bu videoda Poco ile artı kupa almak istedim. Bir kupa olsa da genesi olması artı olsun.
sıfır olmuş. Ama bu videoda belə bir seans koydum. 3-cü yer olacağım. 3-cü yer olmamışsın da garanti oynamalıyım. 100 var. Kollek vura gireceğim ha. Ha, çakkal. Kim anlasın. Yüzünü de burada öldürərəm. Hasarım yoxdur da ha. Hasar vurmam. 1500 nədir? Dediğim kimi yani bu videoda tında olmaq istəyirəm. Mortis də gəlir. Pokon kostümü yoxdur deyin. Bəlkə də həvəsdən düşmüşəm. Nə bilim. Bir də onu deyim, bəlkə bu aralar canlı açdım YouTube'da. Nə canlısı açım onu bilmirəm də. Bu videoda yorumda yazarsınız. Çində olacağım demişdim değil mi? Şimdi dəyişirəm. Çində olmaq qərarına gəlmədim. Dostlar üzr istəyirəm. Yəni 1 saatdır oyun oynayıram. Səhvən əlim dəydi. Videonu dayandırmışam. Mən də deyirəm bu dəqiqə niyə dayanıb getmir. Nəysə indidən başlayıb bir dənə Rico oyuna. Nə girsəm savaş topu girmək fikrim var. Məsələn yeni xəritələrdən elə belə. Günün adaylarında bir dənə Rico oyuna girim. Məsələn əyləncəli maplərdir də. Bu arada həqiqətən videonu nəsə dayandırmışamsa diqqət belə yetirmirəm. Nə olar başdan ölüm də qaça bilim. Qas. Direkt mən bura. Miko. Hoşlamadım. Pis. Zamatli bir yerde de olsun. Bu ne məntiq da la. O saksı sarılacaqdı değil mi? Solu bab. İrəli atılan. Ne var? Sito ultisine gelir. Bir de Mortis'imiz vardı ne? Mortis'de bir de ne kostüm adı? Rockabilly. Mortis'den girdim net. Buna ben tarakçı Mortis diyeceğim de. Tarakçı Mortis. Saçını darayan Mortis. Ne oğlum berber. Shelly haritasına Mortis götürəndə mən. Shelly, Bull. Lily var. Kaç. İşte bu da getdi. Neyse biz geri kataloğumuza dönək. Rico götürmüşüm. İndi destansı savaşçıları keçirəm buradan. Qasım kostümü var. Kostüm olsa belki oynayabilirdim ama kostümsüzdür. İndi buradan mesela bu oyunla başlayıb günün adaylarında davam eləyək. Maraqlıdır da mesela farklı xəritələr gəlir. Mesela yine bu xəritəni sevmədim. Mən nəsə qaçacağım. Qalxan qurtarmada bir dənə qaç. Dag ne olar gəlmə, nə olar. Sən bir dənə buradan çıx. Dag cıracaq mən. Kenji nə qarsan?
Ora ulti koydum da. Kimse gelen kim öləsdi. Buradan kim gelir? Gəldiyinə peşman oldu. Bir daha baxım görüm. Dağ gəlib. Neçənci yer oldu? Üçüncü yer oldum. Piper haritası deyir. Blind Piper. Neyse artık belə xəritəni dadım başım bura. Elmas qapmacadı götürür. Burada tabii ki de ya sütü götüreceğim. Ya Ems. İkisinin arasında kaldım. Ems götüreceğim ben. Ems deyip sütü götürdüğüme göre sütüye kostümden elmas kapmaca girelim. Şimdi bir tane sütüyle oynuyorum. Sonra mesela keset destansı karakterler hakikaten de çoxdur. En az belki de diyeyim ki efsanevi Ender. Ona göre çok cüzdür de. Ama birini öldürdüm. Jensen o eşyasını kırdığını hadi. Onu da ben öldürdüm de. Edgar Max öldürdü. Harda öldürdü. Ben ulti basmasam Edgar ölmüştü. Ben ölmüştüm daha doğrusu. Ben ulti bastım deyin. Algent'ini ben öldürdüm. Edgar geldi. Başladık Brawl Stars. Edgar. Messi. Edgar öldüreceğim. Edgar. Nasıl uzun değmedi. 8 elmastılar. Biz 5'ik. Uduzuruq Max ölmə. Kimdə də elmasdır? Edgar'da da eləmə. Edgar canın pahasına olursa olsun. Səni öldürəcəm onu. Max o alqası. Yes. Hadi. Tek hesaplaşmada sonra axırda da bildik. Janet hara gəlir? Buradaysan. Janet'a icazə verərəm deyəcəm gel onu oradan buraxsın sağa. Səni öldürərəm gel. Gəldim. Beni öldürdü. Gel Janet öldür. Gel. Yok. Max. Al. Al. Ya ben de ki dedi. Hara geldi. Artık kazanmışım. Bir tane de emoji atsam bitiyor. Yəni mən Stu ilə girdim 5-ə 6, 8-ə 3 oynadığına görə Max'ə təşəkkür edirik. Artıq yəni dediyim kimi Stu ilə girdim. Destanslar bu arada çoxdur. Meeple'la həmişə girmək istəyirdim. Meeple'la bir dənə girim özünə də divarı ödül avıdı. Yox. Piper gedər ya. Bu elmas kapasasından gedər. Yox.
İntihas yox, tək oynamaq istəyirəm. Tək hesablaşmada. 25 dəqiqədə video çəkirəm. İndi də məsələn başqa oyunları, məsələn maraqlı oyun tapıb servan kimi onlar çəkmək istəyirəm. Heç o da yoxdur da. Tapmaq elə də asan iş deyil. Öldüm ve gördüğünüz gibi Mortis şeydir. Mortis öldürdü beni. Yani bu videonu izlememiş gibi olabilirsin bu hissəni. Bir pulla girdim. Başka mesela destanslardan hansını girə bilərəm? Bir baxın. Birine girmək istəyirəm. Yəni birinin də kostümü Nekabi var. Onun vampir bir kostümü həqiqətən də effektinə görə çox yaxşı bir kostümdür. Brawl hokey oynamaq istəyirəm. İndi takımımızda kit var. Ne yaxşı. Ama kit'i alan kimi tıngıraklı kit kostümünü aldım. Birinin bir mermisi var. 3 mermisi olsa bir çok güçlü karakter. Larsen Karl. Ben ne aram? 10 Mortis oradan atar tutabildi. Belki de tutabilirdi. Bizim Karl ölmedi. Sprout Mololo kostümü bende olmaması. Qəşəng. Karla baxsan o nə tər atabildi. Mortis'i yavaşladım. Oradan mermini aldım mı? Qəşəng. Ne oldu? Oğlum onu o yüzden nə tər atamadın da həqiqətən onu oradan nə tər ata bilmədin sən. Dynamite'in hiper şarjı başına getdi. Sağ ol ki mən də oradan gol atıram. Bir gol da bizden olsun. Aha. Git onu tut git. O gol olsa həqiqətən nə olur? İnternet. Oh. Asasa da uzağa attım. Onlar da heç atamadı. Wi-Fi'm də nədənsə donur. Bilmiyorum, sinir oldum. O mermini de ben kola vurdum lan indi. 1'e 4. Oyun səfiri. Mən 1'e 4 oynamam. Çoxsunu məsələn ben köməklədim. Qolu mən attım. İndi qolu birində mən attım. Nəysə. Destanslardan bitirdik. Bir ilə də oynamaq istəyirdim. Nəysə, başımla. Grom da yaxşı olardı. Gel, Bonnie. Şimdi. Nəysə, gizemliləri keçək. Gizemliden oynamaq istədiyim karakter Tara'dır. Niye deyəcək olarsanız, ne bileyim, Tara güclü karakterdi ve April ayıydı mı? April ayıydı değilsin. April ayıydı, Mart'ıydı. April. April ayında gelmiş sezonun 10. 12. kostümü gelmişti. Ve benim Tara'mda yokuydu. Ona göre o kostümü de alamadım. Çıkmadı. Yani ama həqiqətən də o Tara'nın kostüm effektləri özü çox yaxşıdır. Bir səviyyə ilə də yəni oynamaq həddən artıq çətindir. Keşke ulti basmasaydın Surge. Bak oyun eləcə məndə bu Android'da oynuyorum deyin. Yani oynayabilir mi? Yok. Ama kurtarmadı. Wi-Fi'm de düz Wi-Fi'nin dibindeyim. Wi-Fi dolmuş.
Bunda da öldüm. Yani gizemlər də belə yavaşdan kəsirəm. Efsane bir karakteri. Ama sen gizemini oynayabilirdim. Lumi dediğim kimi. 400 ile kupasından 500-400. Mina. Gizemli de həqiqətən də oynamaq istədiyim karakter Mina'dır. Mina da savaş topunda oynayayım. Mina həqiqətən də yani bu karakteri çok hoşlayıram. Fakat bir şeyini yine diyeceğiz ya, bu adam da hiç neye hoşlanmır. Üçüncü mərmini çok gec vurur. Yani biraz gücləndirmə gəlsə daha yaxşı olar. Oyun elə istəyir ki, Brawl Stars oynamayıq. Hər şeyi zəiflədir. Ana topma gəldi. At Mortis. Geçək. Orada həqqimi o qolun onun əsər tuta bildi. Mən atdım axı. Mən o qolu attım. Yəni bu Dynamax'ini mi oynadı? Dynamax öldürür. Dynamax. Maple Dynamax. İcazə vermir. Duvar arkası vura vura. Yok 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 yok. Mortis 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 sık. Allah para Allah para. Ay sağ ol. Qəşəng Mortis. Yani demək olar ki bot oynayan Mortis şeydi. Yok Wi-Fi. Attım. Ve kazandı. Yani dediğim gibi Mina'nı buna göre hoşlayıram. Ne ters fres oynuyorum ha. Bunda səhvlik var. Ben fres oynamadım axı. Adamların belki de tünman oldu. Neyse asas odur oynayışımızı. Şimdi ilk kupamda 3 tane 1000 kupa karakterimiz var efsanevi. Efsanevi ne kadar karakterdi? 5 tane efsanevi karakterim var. Bir tane de ultra efsanevi karakter. Profil olsa Kaze, bir tane ultra efsanevi karakter Kaze'de. Yani bu efsanevi karakterlerin de diyeyim. Cordelius həqiqətən çok güclü karakterlerden biridir. Chester'dır. Çok xoşlayıram. Həqiqətən xoşuma gəldi. Özümdə olmayanda. Olsun istəyərəm. Ember yox. Draco da yox. Sandy Ems kimi. Ems'dən də beter. Ve burada bir tane efsanevi kostümümüz. İşte bu kostümün geldiği de lanetli Kenji'nin geldiği sezonu diyorum. Sushi'ların olduğu sezonda Tara'nın kostümünü alamadım. Sprout'un kostümünü alamadım. Ve 12-ci çıxardım. 12-ci həqiqətən də çox yaxşıydı. Belə renkli zadıydı, qırmızılı zaddı. Magna Kenji də yaxşıdır. Ama bunun qırmızısını mən daha çox xoşlayırdım da. Kenji də güclü karakterlərdən biridir. Mega yaxşıdır. Mega atıram. Bu gizemlərdən də Olli metodudur. Ziggy Jet'dir. Juju elə çox oynayan yoxdur. Clancy de metodudur. Melody. Bat deyirəm Charlie metodadır. Dog. Sak ancaq soygunda gəlir. Tek hesablaşmada sak gəlmir. Miko elə metodadır. Ortalarda falan Willow gəlir. Yəni belə deyim də. Efsanevilerden Spike'la başlayacağız. Sakura maskeli Spike. Maskeli Spike mı başlıyor? Colt mu? Burada yani seçeceğim. Üçleme bir tane şey seçeyim. Üçlü hesaplaşma. Ve bundan sonra da videomu burada sonlandıraq. Yanımıza geldi Nita.
Frank. Karşı takımlara bak. Bize canına bak da. Aksesuar səhv seçmişəm. Aksesuar səhvdir. Bəli, məni heç öldürəmə deyəcəm. Qaç. Nita gəldi. Digər takımlara baxanda çox zəif qaldıq da. Bir yandan da Wi-Fi kasır. İnansam Wi-Fi düz dibindəyim. Wi-Fi kasır. Piper cəlladım o zaman sən öldürdün bunu. Mo gedir. Qəşəng. Uzun mərmi vurdu. Piper təzə qaldı. Piper təklim. Vur. Piper ölmür, 7 canlıdır. Mo hara tullandı. O bilinmir. 3 tane takım var. Bizimkiler de harda oynuyor, o da bilinmir. Mikon aldım. Miko da öldü elə mi? Qəşəng gedir uşaqlar. Biraz döz. Nita doz geri qaydır. Nita. Joseph. Bir tane canımızı buradan qurtaraq oğlum. Aldı ikisini. Bir tane qalan kim oldu? Perşer'de ulti bastı. Neyse ikinci oldu. Bu da geçerdi. Tigre ikinci olduk dostlar. Baletlerimi yine özüm elə deyirəm. Frank Nita çıxdı olsa. Səndən də yəni, oynamağa axotum yoxdur. Video çəkik burada. Crow'la savaş pilotu yox. Kostüm. Crow'la nəsə. Hesablaşma deyil. Gedən bir dənə Crow'dur. Crow başqa oyunda gedir. Bir də ödül avında yaxşı gedir. Başqa gedəcək oyun bilmirəm. İndi yavaş davam eləyək. Effekti var, effekti elə bildim yoxdur. Effekt var. Collect. Yəni Crow'un bu xasiyyətini xoşlamam. Hasar vurmurdu ona. Supercell bunu düzəlt həqiqətən. Mr. P'ni açmaq istəyirəm. Çox yaxşı karakterdir. Nova duvar arxası vurur. Collet öl dana öl. 8 canlısan niye da? Öl dana. Hasar vermir. Crow 5. olmama hasar vermir. Cali burada Leon'a. Leon ben bir tane şeyliğine oduzum buna calim. Dostlar alımdan canım ama gene de olmadı. Gəl 3-cü tur oğlum o da istəmirəm. Ona görə məsələn Source-la mı girim, Kit-la mı? Source-la girərəm, 9 səviyyədir. Uzun mikrofonun şeyi qaldırma səhətində. Amma məsələn şeyli nə idi? Kit-la girərəm. Kostüm bilən Kitboxer eləyim. Girim, ondan sonra bir dənə Kaze qalır. Kaze ilə də bir rahat oynayarıq, sonra videonu sonlandıraram.
Bu arada yəni Brawl Stars oynamağınızı həqiqətən də tövsiyə edirəm. Çox yaxşı oyundur. Oyuna ise yeni güncellemeler falan gəlir, Brawl Pass falan. Aranızda bəlkə də oynayanlar 11 seviyeden sadece kit 2000 vururdu. Ya koleksiyon şeyde. Attım, gel kollek gel. Vur vur vur. Axırıncı oldum da. Onu çıkıp getdi. Digər sizdə yaramdan kaza qalır. Neyse kaza ilə də oynayaq videonun sonuna. Kaza ilə nəcərim. Savaş arenası istəyirəm. Başım vurur. Savaş arenasını çarmağa axot istəyir. Kaza ilə girək. Kaza ilə başlayalım, indi oynayırıq. Tez mortici almamışdım, qabaq bu yükləri alım. Mortici məsələn mən öldürəmərəm. Yükümü çaldı. Yo geri kaç. Qayıtdanı geri. Çalmışam, geri qayıtdı. Üstüme tullanacaq. Ben birden oradan uçtum. Yok. Kaça ancaq bu kadar oldu. Neyse son bir tane de şeyle Muhammed en başladı. Squat box'ında şeyle. Bir tane de son bundan 20 sonra da videonu sonlandıraq dostlar. Asıl Shelly ama da var, Edgar da var, Opsity. Ultini bu atanda. Yok. Ya da yaxşıydı, mən oynayamadım. Neyse Yıldız Selinin çakmasıyla videonun sonunda zarafat edirəm. Squat bastı şeylə. Dediğim kimi dostlar, bugünlük bu kadar. Videomuz bu kadar idi. Yani Brawl Stars videosuyla başladım. Düz Ender karakter, Ender Rich'ten efsaneviye ultra efsanevi kadar geldim. Karakterlerden adım. Sadece çok uydu deyin. Hem de videonu uzatmak istemedim. Uzun videoya birləməli çox baxmısınız, çok kısa videolara baxsınız. 10 dakika, 15 dakika. Daha biz de kısa video çəkmək istəyirik, uzun çəkir. Videonu beğenip kanala abone olmayı unutmayın. Sağ olun.